Sovet dövründən sonra Bakı şəhərinə kütləvi axın başladı. Nəticədə əhalinin sayı təxminən 5 milyona yaxınlaşdı. Bu normadan 2-3 dəfə çoxdur. Bu sözləri Qlobal Info-za açıqlamasında sosioloq Elçin Bayramlı deyib. Onun sözlərinə görə son dövrlərdə aparılan xaotik və sürətli tikintilər paytaxtı yaşanmaz hala gətirib. Stat: Təkcə yağışlı qarlı havalarda deyil, adi vaxtlarda da Bakıda nəqliyyatın hərəkəti mümkünsüz vəziyyətdədir. Ölkə əhalisinin yarısı burada cəmləşib. Problemləri aradan qaldırmaq isə ancaq nəzəri cəhətdən mümkündür. Çünki ən azı 10-15 il vaxt və 100 milyard pul lazımdır. Məsələn, paytaxtda son 20-30 ildə tikilən binaların ən azı yarısı sökülməlidir. Yenidən normal elmi metodlarla, şəhərsalma qaydalarına uyğun binalar inşa edilməlidir. Bütün kommunal infrastrukturlar, xətlər əhali gərginliyi də nəzərə alınaraq hesablanmalıdır. Sosioloq bildirib ki, Bakının baş planına ayrılan büdcə regionlara yönəldilə bilər. Hökumət sürətli şəkildə regionları inkişaf etdirməli, Bakıda əhalinin sayını 2 dəfə azaltmalıdır. Minimum 2 milyon adam ərazidən çıxarılıb regionlara göndərilməlidir. Xüsusən də məcburi köçkünləri Qarabağa köçürmək lazımdır. Bununla heç olmasa gərginliyi azaltmaq olar. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat almaq üçün kanalımıza abunə ola bilərsiniz.